Salam, hər vaxtınız xeyir olsun. Bu gördüğünüz yol Saat rayonunun Soltama kəndinin arasında keçən yoldur. Bax, bu yolun hər yeri belə dağılmış vəziyyətdədir. Bununla bağlı Saat rayon 35 saylı Yol İstismar İdarəsinin rəhbərliyinə dəfələrlə müraciət etməyimizə baxmayaraq heç bir tədbir görmür. Bir neçə dəfə video müraciət çəkib göndərmişəm. Sosial şəbəkələrdən göndərmişəm ki, gəlsin bu kəndin problemlərini həll etsin, yol problemini həll etsin. Dövlət çünki bura vəsait ayırır. Amma heç bir nəticə yoxdur. Niyə yoxdur? Mən buradan üzümü tutub Azərbaycan Avtomobil Yolları Agentliyin rəhbərinə birbaşa Salih Məmmədova müraciət edirəm ki, xahiş edirəm, bölgələrdə Yol İstismar İdarəsinin rəhbərini təyin edəndə ixtisasına uyğun təyin edin. Bax, budur. Ona görə də yollarımızın bu vəziyyəti budur. Belə xalqa xidmət olmaz, belə laqeyd yanaşmaq olmaz. Xahiş edirəm, Saat rayonunun Orta Muğan, Nabat kənd, Soltambat, Mirzal kənd, Sımadar kəndə gedəcən yol, bir də Fətah yolları var ki, bundan da 5 betərdir. Bax, hələ mən bir hissəsini çəkib göstərim. Bununla bağlı lazımi tədbir görəsiniz. Videonu çəkdi Elşad Həşimov.